İnsanlıq tarixinin ən qədim inanclarından biri olan şamanizm 1000 illər əvvəl yaranmış və bu günə qədər müxtəlif xalqlar arasında yaşamağa davam etmişdi. Şamanlarsa bu qədim inanc sisteminin mərkəzində duran, insanların ruhlar aləmi ilə əlaqə qurduğuna inanılan xüsusi şəxslərdir. Bəs şamanlar kimlər idi? Onlar həqiqətən ruhlarla danışırdılar. Şamanizmin mənşəyi hardan gəlir və hansı rituallar həyata keçirilirdi? Bu videoda şamanlar haqqında bütün detalları araşdıracağıq. Şamanizm dünyanın ən qədim dini və mənəvi sistemlərindən biri hesab olunur. Tarixçilərin və antropoloqların fikrincə şamanizmin tarixi təxminən 20-30 min il əvvələ, paleolit dövrünə qədər uzanır. Bu inancın əsas prinsipi ondan ibarət idi ki, kainatda görünən dünyadan başqa görünməyən bir ruhlar aləmi də mövcuddur. İnsanlar, heyvanlar, ağaclar, dağlar, çaylar və hətta daşlar belə ruh daşıyıcısı hesab edilirdi. Şamansa insanlar və ruhlar aləmi arasında vasitəçi rolunu oynayırdı. Qədim insanlara görə xəstəliklər, uğursuzluqlar, quraqlıq və ya ovun uğursuz keçməsi ruhların narazılığı ilə bağlı idi. Bu problemləri həll etmək üçünsə şamanların köməyinə müraciət edilirdi. Alimlərin böyük əksəriyyəti şamanizmin ilk dəfə Sibirin geniş ərazilərində formalaşdığını düşünür. Daha sonra bu inanc Orta Asiya, Monqolistan, Altay dağları, Şimali Amerika, Cənubi Amerika, Skandinaviya və hətta Afrikanın bəzi bölgələrinə qədər yayılmışdı. Türk xalqlarının qədim inanclarında da şamanizm mühüm yer tutur. Qədim türklərdə şamanlara qam və ya kam deyilirdi. Onlar tayfanın mənəvi liderləri hesab olunurdular. Qamlar xəstəlikləri müalicə edir, gələcəklə bağlı proqnozlar verir. Ruhlarla əlaqə qurur və mühüm qərarlar zamanı hökmdarlara məsləhət verirdilər. Maraqlı məqamlardan biri odur ki, şaman olmaq hər kəsə nəsib olmur. Bir çox xalqlarda inanılırdı ki, insan şamanlığı özü seçmir. Əksinə, ruhlar onu seçir. Gələcək şamanlar adətən uşaqlıq və ya yeniyetməlik dövründə qəribə yuxular görür, qeyri-adi davranışlar nümayiş etdirir və ya ağır xəstəlik keçirirdilər. Bu hadisələr şaman çağırışı hesab olunurdu. Əgər həmin şəxs bu çağırışı qəbul etməsəydi, onun həyatında problemlərin davam edəcəyinə inanılırdı. Çağırışı qəbul etdikdən sonra gələcək şaman illərlə təlim keçirdi. Bu qədim duaları, ritualları, dərman bitkilərini, ruhlarla ünsiyyət üsullarını və trans vəziyyətinə keçmə texnikalarını öyrənir. Şamanların cəmiyyətdə çoxsaylı funksiyaları var. Qədim xalqların inancına görə xəstəliklərin səbəbi insan ruhunun bədəndən ayrılması və ya pis ruhların təsiridir. Şaman müxtəlif mərasimlər vasitəsilə itirilmiş ruhu geri qaytarmağa çalışırdı. Bu mərasimlər zamanı nağara çalınır, dualar oxunur və xüsusi ayinlər icra olunur. Şamanların ən vacib xüsusiyyətlərindən biri ruhlar aləmi ilə əlaqə qura bilmələri hesab olunur. Onlar ata-baba ruhları ilə danışdıqlarını, onlardan məsləhət aldıqlarını və insanlara kömək etdiklərini bildirirlər. Bir çox tayfalar şamanların gələcək hadisələri öncədən görə bildiyinə inanır. Müharibələrdən əvvəl, böyük ov səfərlərindən öncə və ya mühüm qərarlar zamanı şamanların fikri önəmlidir. Quraqlıq zamanı yağışı çağırmaq, fırtınaları sakitləşdirmək və ya uğurlu ov üçün dua etmək şamanların əsas vəzifələrindən biri hesab olunur. Şamanın ən mühüm aləti nağara idi. İnanılırdı ki, nağaranın ritmik səsi şamanı trans vəziyyətinə salır və onun ruhlar aləminə səyahət etməsinə kömək edir. Bəzi xalqlarda nağara şamanın atı hesab olunurdu və onun vasitəsilə ruhlar dünyasına getdiyi düşünülürdü. Şamanlar mərasimlər zamanı xüsusi paltarlar geyinirdilər. Bu geyimlərin üzərində quş lələkləri, mental parçalar, heyvan dişləri və sümükləri yerləşdirilirdi. Bu əşyaların şamanı pis ruhlardan qoruduğuna inanılırdı. Bəzi bölgələrdə şamanlar müxtəlif heyvanları təmsil edən maskalar taxırdılar. Qurd, ayı, maral və qartal ən çox istifadə olunan simvollardan idi. Şaman ayinlərinin ən sirli hissəsi trans vəziyyəti idi. Nağaranın ritmik səsləri, davamlı hərəkətlər, rəqslər, mahnılar və dualar vasitəsilə şaman xüsusi psixoloji vəziyyətə daxil oldu. Bu zaman onun ruhunun bədənini tərk etdiyi və başqa aləmlərə səyahət etdiyi düşünülürdü. Şamanın bu səyahətlər zamanı ruhlarla danışdığı, itirilmiş ruhları geri gətirdiyi və ya gələcək barədə məlumat əldə etdiyi iddia edilirdi. Müasir elm isə bu vəziyyəti dəyişmiş şuur vəziyyəti kimi qiymətləndirir.
Bir çox şaman ənənəsində kainat 3 hissədən ibarət hesab olunur. Yuxarı dünya tanrıların və yüksək ruhların yaşadığı yer. Orta dünya insanların yaşadığı dünya. Aşağı dünya ölülərin və bəzi ruhların məskunlaşdığı aləm. Şaman trans zamanı bu aləmlər arasında səyahət edə bilən yeganə insan hesab edilirdi. Şaman inanclarında heyvanlar mühüm yer tuturdu. Bir çox şaman özünə aid qoruyucu ruh heyvanına sahib olduğuna inanır. Bu heyvan şamanın güc mənbəyi hesab edilir. Ən məşhur ruh heyvanları bunlar: qurd, ayı, qartal, maral, bayquş. Şamanizm qədim türklərin həyatında da mühüm rol oynayırdı. Göy tanrı inancı ilə birlikdə şamanlar tayfaların mənəvi həyatını idarə edirdilər. Qədim türk hökmdarları mühüm qərarlar qəbul etməzdən əvvəl qamlarla məsləhətləşirdilər. Altay, Yakut və Tuva türklərində şaman ənənələri uzun müddət qorunub saxlanılıb. Bu gündə də Sibirin bəzi bölgələrində, Monqolistanda və Cənubi Amerikanın müəyyən yerlərində şaman ənənələri davam edir. Bəzi insanlar müasir dövrdə də şamanlardan mənəvi dəstək almaq və ya müxtəlif ayinlərdə iştirak etmək üçün onlara müraciət edirlər. Son 10 illiklərdə dünyada şamanizmə maraq yenidən artmağa başlayıb. Bir çox insanlar qədim təbiət və inanclarını və ruhani təcrübələri öyrənməyə çalışırlar. Bəs maraqlıdır, şamanlar həqiqətən ruhlarla danışırdılarmı? Bu suala dəqiq cavab vermək mümkün deyil. İnanclara görə şamanlar həqiqətən ruhlarla əlaqə qurur və başqa aləmlərə səyahət edirdilər. Elm isə bu hadisələri psixologiya, neyrologiya və dəyişmiş şuur halları ilə izah etməyə çalışır. Ancaq bir həqiqət dəyişmir. Şamanlar min illər boyunca insan cəmiyyətlərinin mühüm hissəsi olmuş, insanların qorxularına, ümidlərinə və mənəvi ehtiyaclarına cavab vermişdilər.